Müharibənin 2-ci ili. Almanlar gəlib bizim dağlarda dayanmışdılar. Qafqaz dağlarında. O uçan faşist təyyarəsi idi. Zenitçilərimiz deyirdilər, kəşfiyyatçıdır. Çox ucadan uçur. Mərmimiz çatmır deyirdilər. Söz gəzirdi ki, güya xüsusi cihazı var. O cihazla baxıb üzümüzü görür. Hətta əhval-ruhiyyəmizi öyrənir. Nə olar deyirdik? Qoy öyrənsin. Bilsin necədir əhval-ruhiyyəmiz. Tərpən nə? Qoy görsün köpək oğlu! Ho! 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 Bizim sədrimiz Cəbraildir bu tüfəngli adam. Mənim yaşımdan əvvəlki söhbətdir. 22-ci ildə qaçaqlarla bizim kommunarların vuruşması olub. O vuruşmada Cəbrailin başına güllə dəyib. Ona görə də keçən il ümumi səfərbərlikdə Cəbraili aparmadılar. Köhnə sədrimiz, Muxtar əmi, ərizə yazdı. Könüllü getdi. Əvəzində Cəbraili seçdik. Deyirlər, bu sədrimiz də ərizə yazıb. Bayankom söz verib ki, bir də həkim komissiyasına salsın onu. Komissiyadan sağlam çıxsa, Cəbraillə gedəcək. İskəndiyar əmi, sədr gəlir. Bu isə bizim ağsaqqalımız İsfəndiyar əmidir. Oğlu Rəhman gedəndən sonra meylini bizə salıb. Salam İsfəndiyar kişi. Aleykəssalam. Çayın var mı? Qəndsiz içərsən? Tök gəlsin. Ya Allah. Gənə quşqa olursan, ay sədir. Tüfəngi yoxlayıram. O de, bir də gördün, desant töhtü qaldıq belə. Ağzını xeyirliyə çay oğul. Ehtiqadını itirmə. Ehtiqadsızlıq ölümdən betərdir. Sədir, sən danışığına fikir ver.